Xocalı soyqırımı insanlığa qarşı cinayətlər açılır mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbir Prezident yanında Dövlət İdarəçiliyi Akademiyası və əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin sistemləşdirilməsi, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının bu gündə mühüm bir vəzifə olduğu vurğulanıb. Bildirilib ki, 1-ci Qarabağ müharibəsində 4004 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyası tərəfindən qeydə alınıb. Onlardan 210 nəfəri Xocalı soyqırımı zamanı itkin düşüb. Xocalı soyqırımı zamanı itkin düşmüş 210 nəfərdən 168 nəfəri mülki şəxslərdir, 42 nəfəri isə hərbiçilər olmuşlar. Onların arasında 38 nəfər uşaq, 23 oğlan uşağı, 15 qız uşağı, 57 nəfəri qadın, 30 nəfər isə qocalardan ibarət olmuşdur. Və sənədlər, materiallar, şahid ifadələr göstərir ki, 210 nəfərdən 95 nəfəri bilavasitə Ermənistan hərbiçiləri və terrorçu qulluq birləşmələri tərəfindən sağ-salamat girov götürülmüş, saxlanılmış və təbii ki, yəni zor balayanın təbii ilə desək, onlar dəhşətli şəkildə qətlə yetirilmişlər. Xocalı rayonu üzrə aşkarlanmış kütləvi məzarlıqların sayı ümumilikdə 7-dir. Amma onlardan 4 kütləvi məzarlıq bilavasitə Xocalı şəhərinin öz ərazisində aşkarlanmışdır. Xocalını heç vaxt unutmayacaq. Çünki onun heç ölkə prezidenti İlham Əliyev hətta dedi ki, o Nürnbergdən də pisdir. Çünki bu prosesi bu faşistlərdən də pisdir. Çünki o cürə məqsədli uşaqları tələf etmək, öldürmək, işgəncə vermək uşaqlara, sonra bunu mətbuatda dərc etmək bir qəhrəmanlıq kimi o heç nəyə sığmır. Xocalı hər zaman bizim gözümüzün qabağındadır.